Salam, test topusundan kvadrat köklər və həqiqi üstü qüvvətə aid test suallarının izahına baxaq. Birinci sualımız belədir. A böyükdür 3 olduqda belə bir ifadə verilmişdir və deyir ki, bu ifadəni sadələşdirin. Birinci biz kök altına 3 çıxılsın a kvadratına baxaq. Ya burada 3 çıxılsın a çıxacaq kökdən, ya da a çıxılsın 3. İndi biz işarəyə baxacaq. Baxın, a böyükdür 3-dür. A 3-dən böyükdür. Məsəl üçün, hər A 3-dən böyük olduqda A-ya məsəl üçün bir qiymət verək. A bərabərdir 4-dür. Bu 4-ü gətirib bu kök altında yerinə yazsaq nə olacaq? 3 çıxılsın 4-ün kvadratı bərabərdir. Kök altında -1-in kvadratı. O da bərabərdir nəyə? 1-ə. Yəni, -1-in əksinə bərabər oldu. Kvadrata yüksəldib, sonra kök aldıq. Ona görə də 3 çıxılsın A ifadə 3 çıxılsın A özü sıfırdan kiçikdir. 3 çıxılsın A sıfırdan kiçik olduğundan kökdən bunun əksi çıxacaq. Yazacaq A çıxılsın 3. Deməli, bu kök altından çıxartdıq A çıxılsın 3 şəklində. Sonra yerdə nə qalıb? Mənfi çıxılsın, daha doğrusu A çıxılsın 3. Bunlar islah aparsaq, -3-dən də 3-ü çıxsaq, bərabərdir nəyə? -6-ya. Cavabımız D variantıdır. İndi isə ikinci sualın həllinə baxaq. İkinci sualımız belədir. Burada da belə bir ifadə verilmişdir. Deyir ki, ifadəsinin qiymətini hesablayın. Kök altında 15-in kvadratı. Baxın, kök altının belə bir xassəsi var. Kök altında məsələn x üstü m n-ci dərəcədən bərabərdir nəyə? X üstündə m bölünsün n-ə. İndi kök altında 15-in kvadratıdırsa biz nə yazacaq? 15 üstündə bu dərəcə 2 bölünsün nə? Kök altın dərəcəsi də özü 2-dir. O da bərabərdir nəyə? 15-ə. Deməli, kök altında 15-in kvadratından kökdən 15 çıxdı. Deməli, bu 15-dir. Yazırıq 15. Üzərinə gəlir. İndi kök altında -10-un kvadratıdır. Baxın, -10 mötərizənin daxilindədir. Bu -10 ümumilikdə kvadrata yüksəltsək, nə edir? -10 vurulsun, yəni -10 deməkdir. O da bərabərdir. Mənfini mənfiyə vuranda nə edir? Müsbət 100. Deməli, nədir bu? Kök altında 100. Kök altında 100 nəyə bərabərdir? Bizdə 10-dur. Yazırıq 10. Çıxılsın. İndi kök altında 7-nin kvadratı nəyə bərabərdir? 7 üstündə. Kök altında 7-nin dərəcəsi nədir? 7 üstü 2-də 1-dir. Vurulsun nə? Bunun qüvvəti 2. İkinci dərəcədən bir də qüvvəti yüksəldib. Bu ikilər ixtisar aparsaq nəyə bərabər oldu? 7. Çıxdıq 7-ni. İndi çıxaq. İndi kök altında -12-nin kvadratı verilib. Birinci, kök altının daxilinə nəzər yetiririk. -12-ni kvadrata yüksəlir. İlk işimiz budur. -12-nin kvadratı nə edir? -12 vurulsun, yəni -12-də. Mənfini mənfiyə vuranda müsbət edir. Müsbət 144. Kök altında 144-dən də kök elə 12 çıxar. Müsbət 12. Deməli, çıxacaq 12. Aha. Deməli, 15, bu elədir 25. Çıxılsın 19, o da bərabərdir nəyə? 6-ya. Cavabımız D variantı. İndi üçüncü suala baxaq. Üçüncü sualda 13-ün kök altında 13-ün kvadratıdır. Yəni 13 üstündə bunun dərəcəsi 2 bölünsün nə? 2. Kök altının özünün dərəcəsinə bərabərdir nəyə? 13-ə. Bu elədir 13. İkinci kök altıya baxırıq. Bax, kök altında -8-in kvadratıdır. Birinci kök altının daxilini yerinə yetiririk. Əməli nə verilibsə onu yerinə yetirək. -8-in kvadratıdır. -8-in kvadratı müsbət 64-dür. Kök altında 64 nəyə bərabərdir? 8-ə. Yazırıq, demək bu 8-ə bərabərdir. Çıxılsın. Kök altında 8-in kvadratı. Kök altında 8 özü nədir? 8 üstü 2-də 1-dir. Bir də kvadrata yüksəldilib. Bərabərdir nəyə? 8 üstü 2-də 1 vurulsun bu 2. O da bərabərdir nəyə? 8-ə. Deməli, çıxdıq 8-ə. İndi kök altı, sonra çıxılsın. Yazıb, kök altında -6-nın kvadratı. Birinci -6-nın kvadratı yüksəldək. Sonra kök alaq. -6-nın kvadratı nə edir? -6 vurulsun -6. O da nə edir? Müsbət 36. İndi kök altında 36 bizə nə edir? Nəyə bərabərdir? 6-ya. Deməli, çıxacaq 6-na.
Deməli 8 ilə 8 islah aparsaq, 13-dən də 6-nı çıxanda eləyir 7. Cavabımız 7-dir. A variantı. İndi 4-cü suala baxaq. 4-cü sualda baxın, elə bir mötərizənin qarşısında bir ədəd vurulub var. Daha doğrusu, məsələn, A vurulsun, belə A, daha doğrusu B üstə gəlsin C-də. Deməli, bu nəyə bərabərdir? A-nı C-yə vururuq, bir də A-nı B-yə vururuq. A-nı B-yə, A-nı C-yə vururuq. A vurulsun B, üzərinə gəlinə A vurulsun C. İndi mötərizənin qarşısındakı kök altı ifadəni, kök altını mötərizənin daxilinə vuraq. Vuraq. Yazaq. Kök altında 7/5 vurulsun. Kök altında 1/3'ü ayrı şəkildə yaza bilərik. Kök altında 7/5 vurulsun. Kök altında 1/3 vurulsun. İndi kök altında 7/5 bölünsün. Ümumi nisbətin kökü köklər nisbətinə bərabərdir. Kök altında 1/3 çıxılsın. Kök altında 1/3 bölünsün. Kök altında 7/5. İndi vuraq. Vursaq alarıq. Baxın. Kök altında 7/5 vurulsun. Kök altında 1/3. Vurulsun buna, bu ifadəyə. Kök altında 7/5 bölünsün. Nə? Kök altında 1/3. Çıxaq. Yenə də kök altında 7/5 vurulsun. Kök altında 1/3 vurulsun. Kök altında 1/3 bölünsün. Kök altında 7/5. Kök altında 1/3 ilə kök altında 1/3 ixtisar aparırıq. Kök altında 7/5, kök altında 7/5'ə vuranda təbii ki 7/5 eləyir. Necə olur? Məsəl üçün, baxın, kök altında ikisi vurarıq, kök altında ikisi də bərabərdir. Kök altında ikisini necə görsədə bir qüvvət çək, x üstü 2/1 vurulsun, x üstü 2/1. Əsaslar eyni olanda hasildə qüvvətlər necə olurdu? Toplanırdı. Yazacaq x üstündə, yəni 2/1 üstə gəlsin, 2/1. 2/1 üstü 2/1 gələndə nə eləyir? 1. X üstü 1, yəni x-da. Ona əsasən deyir. Deməli, dedik ki, bu 7/5 elədi. İndi burada kök altında 7/5'in kök altında 7/5 ixtisar gedir. 1/3'ü kök altında 1/3'ü kök altında 1/3'ə vurduqda 1/3 eləyir. Çıxaq 1/3, o da bərabərdir 6/2. Cavabımız 6/2'dir. İndi eyni ilə 5-ci sualda həmin tipdədir. Elə buradan da görə bilirik ki, baxın, buradan da görə bilirik ki, bunu buna vuranda bu kök altında 3/7 daha doğrusu ixtisar gedəcək. Kök altında 9/2'ni kök altında 9/2'yə vuranda nə eləyir? 9/2. Buradan rahat şəkildə görünür. Çıxaq. Baxın, bunu bu ifadəyə vuranda onsuz nisbətin kökü köklər nisbətinə bərabərdir. Burada da 9/2 ilə burada 9/2 ixtisar gedir. Kök altında 3/7 ilə kök altında 3/7'nin hası qalır. O da nədir? 3/7. Bərabərdir nəyə? 5/5'ə. İndi 6-cı suala baxaq. 6-cı sualımız belədir. Kəsrin məxrəcini irrasionallıqdan azad edin. Ki, ümumiyyətlə, kəsri irrasionallıqdan azad etmək üçün onun surət və məxrəcini məxrəcin qoşmasına vururuq. Baxın, məxrəcin qoşması nədir? Kök altında 5 çıxılsın 2'nin qoşması, çıxılsın kök altında 2'nin qoşması, kök altında 5 plus kök altında 2'dir. İndi bu ifadəni həm surətə vuracaq, həm məxrəcə vuracaq ki, kəsrin qiyməti dəyişməsin, amma biz məxrəci ümumilikdə rasionallıqdan azad edə bilək. Baxın, 3 bölünsün, daha doğrusu kök altında 5 çıxılsın, kök altında 2'dir. Vurdum. Surət və məxrəci nəyə vurdum? Kök altında 5 üstə gəl, kök altında 2 bölünsün, kök altında 5 üstə gəlsin 2. Baxın, kəsrin ümumiyyətlə qiyməti dəyişmədi. Zaten bunları ixtisar aparsaq, onsuz da bunları ixtisar aparsaq, yenə də ifadə eyni qalır. Sadəcə bizim burada məqsədimiz irrasionallıqdan azad etməkdir. Ona görə də məxrəci qoşmasına vurduq. İndi, vuraq açaq.
Məxrəcə baxın, kök altında 5 çıxılsın, kök altında 2 vurulsun, kök altında 5 üstə gəlsin 2. Kök altında 2'dir daha doğrusu. Aha. Baxın, A çıxılsın B-ni, A üstə gəlinsin B-yə vuranda nə eləyir bizə? Sanki odda, A-nı bu ilə işarəsi B budsa, A budsa, B budsa, da nəyə bərabərdir? A kvadratı çıxılsın B kvadratı, vəsiyo. Kök altında 5'in kvadratı çıxılsın, yəni kök altında 2'nin kvadratı. Məxrəcimiz bu şəkildədir. Kök altında 5'in kvadratı 5 eləyir. Çıxacaq kök altında 2'nin kvadratı 2 elədir. İndi 3 vurulsun, qaldı. Kök altında 5 üstə gəlsin, kök altında 2. Baxın məxrəcə 5'dən 2'ni çıxanda nə elədi? Bu 3-də. Bu 3-lə bu 3 ixtisar aparsıq, yerdə qaldı cavab. Kök altında 5 üstə gəlinsin, kök altında 2. İndi 7-ci suala baxaq. 7-ci sualda da eyni ilə irrasionallıqdan azad edin deyir. Surət və məxrəcin qoşmasına vuracaq. Deməli, məxrəcin qoşması nədir? Kök altında 3 çıxılsın, kök altında 2. Yazaq, 1 bölünsün, kök altında 3 üstə gəlsin, kök altında 2. Burada sadəcə toplananların yerini dəyişdirim, cəm dəyişmir. Aha, vuraq. Kök altında 3 çıxılsın, kök altında 2. Surəti də vuraq. Kök altında 3 çıxılsın, kök altında 2. Aha. Deməli, surətimiz olduğu kimi qalır. Kök altında 3 çıxılsın, kök altında 2. Məxrəc. Məxrəcə baxın, bu A-dır, bu B-dirsə, bu A-dırsa, bu B-dir. A üstə gəl B-ni A çıxıb B-yə vuranda nə edirdi? A kvadratı çıxılsın B kvadratı. Bizim A-mız nə idi? Kök altında 3. Yəni kök altında 3'ün kvadratı nədir? 3'dür. Çıxaq nə? Kök altında 2'nin kvadratı, o da 2 eləyir. 3'dən 2'ni çıxanda onsuz 1 eləyir. Bu ümumiyyətlə kök altında 3 çıxılsın, kök altında 2'ni 1'ə də böləndə ilə kök altında 3 çıxılsın, kök altında 2 eləyir. İndi 8-ci suala baxaq. Maraqlı sualdır. Baxın, P kiçikdir 0 olduqda, deyir ki, ifadəsini sadələşdirin. Biz bilirik ki, kök altının belə bir xassəsi var. Dedik ki, kök altında x üstü m n-ci dərəcədən bərabərdir. Nəyə? X üstündə m bölünsün n-ədir. İndi baxırıq. Kök altında P üstü 4-də. P üstü 4 bölünsün nə? Bunun dərəcəsini 2-yə. Bu elədir nə? P kvadratıdır. Biz P kvadratı şəklində saxlaya bildik. Yəni mənfi P və yaxud da P olduğun, yəni işarənin burada bir əhəmiyyəti yoxdur. Yəni P mənfi də olsa bu müsbət eləyir, müsbət də olsa müsbət eləyir. Ona görə P kvadratı şəklində qaldı. İndi biz ikinci kökə baxaq. İkinci kökdə nə? Kök altında P-nin kvadratı. Burada P üstündə 2 bölünsün 2 aydın şəkildə. O da nəyə bərabər? Deyirdik P-dir. Amma burada P-yə təkcə bərabər eləyə bilmərik. Niyə? Baxın, bizə P-mizi nə verib? 0-dan kiçikdir. Kökdən biz mənfi ala bilmərik yox. Ona görə də nə çıxır kökdən? Təbii ki, əksi çıxır. Yəni mənfi P. Baxın, bunu başqa cür də izah edə bilərəm. Baxın, kök altında baxın, mənfi 2'nin kvadratı verilib. Mənfi 2'nin kvadratı. Bu mənfi 2'ni məsəl üçün mən P ilə işarə elədim. P-miz nədir? Bizdə mənfi 2'dir. Deyirik ki, kök altında indi P üstündə 2 bölünsün 2 şəklində yazsaq, deyirik P-dir. Biz P-miz nədir? Mənfi 2'dir. Kökdən mənfi 2 çıxa bilməz axı. Bunun əksi çıxır. Biz burada nə edirdik? Birinci mənfi 2'ni kvadrata yüksəldirdik, 4'ü alırdıq. Sonra kökü alırdıq. O da nə edirdi? Müsbət 2. Yəni P-nin əksi eləyir. O da nəyədir? Mənfi P. Deməli, bu elədi mənfi P. İndi yazarıq. Yazaq daha doğrusu. Yazaq, P kvadratı çıxılsın P. Məxrəcimiz nədir? P çıxılsın 1. Surətdən P-ni ortaq vuruq kimi mötərizə qarşısına çıxarsaq, P çıxılsın 1, bölünsün nə? P çıxılsın 1. P çıxılsın 1 ixtisar gedərsə, cavabımız nədir? P-dir. Baxın, eyni ilə 9 eynisidir. Baxın, P üstü 4, kök altında P üstü 4'dür. O nə idi? Dedik ki, P kvadratı çıxılsın. Kök altında P kvadratı isə nəyə bərabərdir? Mənfi P'dir. Təbii ki, P'nin 0'dan kiçik şərti daxilində. Çıxa mənfi P böləyinə P plus 1'ə. Bu mənfini mənfi P'yə vuranda eləyir müsbət P. P kvadratı üstə gəlsin P bölünsün P plus 1. P-ni ortaq vuruq kimi mötərizə çıxarsaq P vurulsun P plus 1 bölünsün P plus 1. P plus 1'ə ixtisar gedəndə cavabımız nədir? P-dir.
Aha, 10-cu suala baxaq. Baxın, belə deyir ki, ifadə verilib. Bu ifadəni deyir sadələşdirin. Baxın, surətimiz nədir? Bizi 20-dir. Yazdıq 20. Məxrəcə baxaq. Kök altında 20. Kök altında 20-ni necə yaza bilərik? Təbii ki, kök altında 4 vurulsun 5. Bunu da necə yaza bilər? Ayrı-ayrı kök şəklində yaza bilərik. Kök altında 4 vurulsun kök altında 5. O da bərabər. Kök altında 4 nədir? 2-dir. Yəni 2 vurulsun kök altında 5. Yazdıq 2 kök altında 5. Çıxılsın 16 bölünsün 80 necə yazacaq? Kök altında 80 bərabərdir nəyə? Kök altında 16 vurulsun kök altında 5. O da bərabərdir nəyə? Kök altında 16 bizdə nədir? 4 vurulsun kök altında 5. Yazdıq 4 kök altında 5. Çıxılsın. Onsuz da kök altında bura baxaq. Kök altında biz nə dedik? Nisbətin kökü köklər nisbətinə bərabərdir. Kök altında 1 bölünsün, kök altında 5 şəklində yaza bilərik. Onsuz da kök altında 1 bizdə 1-dir onsuz da. 1 bölünsün, kök altında 5. Bizim məqsədimiz bu ifadəni hesablamaqdır. Burada birinci bura baxırıq. Burada 2 ilə 10 ixtisar aparsa, 20-ni daha doğrusu ixtisar aparsa 10 eləyir. 10 bölünsün, yəni kök altında 5. Çıxılsın 4 ilə 16 ixtisar aparsaq 4 bölünsün kök altında 5. Çıxılsın nə 1 bölünsün kök altında 5. Bərabərdir. Məxrəcimiz kök altında 5-dir. 10 çıxılsın 4 çıxılsın 1. O da bərabərdir. 5 bölünsün kök altında 5-dir. Surət və məxrəci kök altında 5-ə vursaq 5 kök altında 5 bölünsün 5. 5-lər ixtisar gedir. Kök altında 5. Cavabımız kök altında 5'dir.